Ne yükseklerde gözüm var, ne para puldan. Bir tek sen mühimsin aşk, sen hayatımdan. Tahammülüm yok gözlerinde, bir damla yaşa kıyamam. Sen başıma gelen en az en çok hataları. Ah sen her şeye rağmen bana sevap günahları. Ne hasret biter bu yolda, ne sevdam sana. Bir tek sen emirsin aşk, emir hayatımda. İtirazım yok, ateş bu, değmesin sana, kıyamam. Sen başıma gelen en az en çok hatalarım. Ah sen her şeye rağmen bana sevap günahlarım. Sen geceler boyu buram buram yandım. Ah sen kokuna hasret uykular dolaştım. Sen Mahnı çox ağır və çox qəşəng mahnıdır və Zərin Özər də bunun haqqını vermiş bir sənətkardır. Səsinə söz ola bilməz. Maşallah deyirəm. Mən bir damcı deyim sənə quzum, sözlərdə biraz çətinlik çəkirdim. Mən sözləri doğrudan da yaxşı bilmirəm, amma istəyirdim sənlə bir yerdə oxumaq, amma səni də anlamırdım ki, sənlə bir yerdə oxuya bilim. Bəzi elə bir məqamlar var idi. Amma sən də heç də geri qalmadın. Yəni, təbrik edirəm səni. Zülfiyə xanım, buyurun. Mahnı özü çətin mahnıdır, razıyam Röya ilə və çox gözəl mahnıdır. Oxudun Sabrina, amma bilmirəm nə çatışmadı. Nəsə çatışmadı. Sən söylədin, mənə dəymədi sadəcə olaraq. Murad, bəlkə siz bilirsiniz nə çatışmadı o Zülfiyə xanımın dediyi. Teşekkür ederim Azer söz verdiğiniz için Sabrina. İfanız da hoştu, özünüz de hoşsunuz, səhnəyə də yaraşırsınız. Biz sizi tez-tez efirlərdə, verilişlərdə, proqramlarda, səhnələrdə öz nəğmələrinizlə görmək istəyirik. Bəzən iştirakçılarımız lirik mahnılar axtarır, balladalar axtarır. Mütləq hökmən draması olmalıdır, o dramanı ötürməlidir. Və hesab edirəm ki, sizin timsalınızda digər iştirakçılara, öz komandama da bunu söyləyirəm. Paralel olaraq hamı dinləyə bilər. Mənə elə gəlir ki, hətta o lirik, dramatik balladaları belə yaşımıza uyğun seçməyimiz doğru qərar olur. Misal üçün, bu nəğmə Sabrina üçün sanki bir neçə bədən böyük idi. Anlada bilirəmmi sizə? Təcrübədir. Bəli. Bəli, misal üçün Sabrina bəlkə də yaşıtlarının dramatik lirik balladalarını oxusaydı, ağlıma ilk gələn, misallar çəkməyəcəm, amma bu mahnı tam da özünüzün hekayəniz olmadı. Və sizin əyninizə sanki bir neçə bədən, hərçənd ki oversize dəbdədir indi, amma bu mahnı bir neçə bədən böyük gəldi sizin obrazınıza, zərifliyinizə, gəncliyinizə, təravətinizə və gələcək mahnı seçimlərinizdə buna nəzər yetirin. Tam sizin daxili dünyanızı ifadə edən mahnılar seçin, o zaman tamaşaçı sizi daha çox sevəcək. Dəqiq ölçüləri isə sonda ustad deyəcək.
Onu birazdan biləcəyik. Ona görə də hələ ki gözləmə rejimindəyik. Sabrina, hələlik kulisə.